Salam, hörmətli izləyicilər. 19 oktyabr 2025-ci il tarixində Fransada dəhşətli dərəcədə bir oğurluq hadisəsi olmuşdur. Oğurluq Fransanın məşhur Louvre muzeyində olmuşdur. Belə ki, yerli vaxtla saat 09:30 radələrində maşınla oğrular Louvre muzeyinin cənub tərəfinə yaxınlaşırlar və burada maşında quraşdırılmış xüsusi pilləkən vasitəsilə muzeyin ikinci mərtəbəsinə qalxırlar və beləliklə də onlar Apollon qalereyasına daxil olurlar. Nəzərinizə çatdırım ki, bu muzey 17-ci əsrdə Kral 14-cü Lidovik tərəfindən inşa olunmuşdur. Onlar muzeyə daxil olurlar. Burada deməli onların əllərində silah olmayıb, həmin elektrik kəsici alətləri vasitəsilə mühafizəçiləri deməli qorxutmağa başlayıblar. Beləliklə də oğurluğu davam etdiriblər. 7-ci dəqiqədə siqnalizasiya sistemi qaçıb və onlar binadan qaçıb çıxmağa müvəffəq olublar. Çox bahalı qiyməti olan bir tac isə qaçan zaman həmin oğruların əlindən düşərək muzeydə qalır. Onlar gəldikləri maşına minmək istəyərkən ilk öncə maşını yandırmaq istəyiblər. Lakin muzeyin bir əməkdaşı buna müdaxilə edib. Onlar məqsədlərinə çata bilməyiblər, amma qaçıb aradan çıxa biliblər. Nəzərinizə çatdırım ki, həmin muzeydə 1-ci Napoleonun vaxtı ilə öz həyat yoldaşına aldığı bahalı hədiyyələr, ümumiyyətcə Napolyon dövrünə aid olan, Napoleondan sonra da deməli yüksək vəzifədə çalışmış, sərkərdələr olmuş, digər deməli varlı insanlardan alınmış qızıl zinət əşyaları, bahalı almazlar, brilyantlar bu binada saxlandırmış. Yəni həmin bunları, bu bahalı zinət əşyalarını Louvre rəhbərliyi müxtəlif vaxtlarda alaraq muzeydə yerləşdirmişdir. Sonradan məlum olmuşdur ki, muzeydə 88 milyon avro dəyərində zinət əşyaları oğurlanmışdır. Louvre'də deməli birinci oğurluq hələ 1911-ci ildə orada usta işləmiş, İtalyan usta olan Peruzzi tərəfindən törədilmişdir. O məşhur Mona və Lisa əsərini o vaxtı 1911-ci ildə oğurlamış, lakin 2 ildən sonra o tutulmuş və həmin deməli əsər, Mona Lisa əsəri muzeyə qaytarılmışdır. İkinci oğurluq isə 1998-ci ildə baş vermiş. Oradan oğurlanan çox qiymətli bir tablo isə hələ də tapılmamışdır. Bu oğrular isə qaçaraq deməli aradan çıxa bilmişlər. Bu işlə bağlı müstəntiqlər, kriminalistlər və polislər həmin işə cəlb olunmuşdur. Alınan məlumatlara görə deməli oğrulardan ikisi Əlcəzairə uçan zaman deməli aeroportda tutulmuşdur. Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm. Kanalıma abunə olmağı unutmayın.